Azərbaycan gəncləri, 2013-cü ilin son sayılı günlərini yaşayırıq. Demək olar ki, artıq geri sayım başlayıb və bu günlərdə, bu il ərzində bir çox qonaqlarımız olub. Gənclər öz aktivliklərini maksimum şəkildə MAQ-da reklam ediblər və bugün də bir-birindən maraqlı layihələrimiz olacaq. Onu sizə Ali danışacaq. Bəli, elə yola salacağımız bax bu ildə MAQ-ın buraxılışlarının birində Azərbaycan televiziyasının efirində yayımlanan Mən Azərbaycanlıyam milli bilik yarışmasının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş onlayn versiyasının təqdim etməsini eləmişdik. Əgər yadınızdadsa təbii ki, bugün də məhz bu yarışın final günü haqqında danışacağıq. Qaliblər, mükafatçılar və s. Bəli, elə Azərbaycanlıyam onlayn bilik yarışmasının bu yaxınlarda final mərasimi baş tutdu və gənclər mükafatlandırıldılar. Həmin o final mərasimində nələr baş verdi, bunu isə MAQ danışacaq. Gəlin süjeta baxaq. Baxaq. Bugünlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil olunan və 6 aydır ki, savadlı, bilikli gənclərimizin ən sevimli oyununa çevrilən Mən Azərbaycanlıyam virtual oyununun super final mərhələsi keçirildi. Super finalda 180-ə yaxın gənc iştirak edirdi. Oyunun qaydaları adi oyundan fərqli deyildi. Sadəcə bu dəfə iştirakçıların 10 yox, 20 cəhdi vardı. Oyun qabağı biliyini sınamağa gələn gənclər çox həyəcanlı idilər. Heyecanlıyam biraz. Hazırlıqlısan? Belə də biraz hazırlaşmışam. Səncə qalib olarsan? İnşallah, baxarıq. Hələlik həyəcanım yoxdur, yarışma başlayanda mütləq olacaq. Çox həyəcanlıyam. Yəni görək inşallah müəyyən qədər hazırlığım var. İnşallah inanıram özümə qalib olaram, umaram inşallah ki qalib olaram. Və budur, oyun başladı. Təyin edilən 90 dəqiqə ərzində qalib məlum olacaq. Onu da xatırladaq ki, 10 günün qalibi netbook və danışıq kartı, ayın qalibi planşet və iPhone qazanmışdı. Amma super finalda iştirak edib qalib gələnlər isə yerlərə müvafiq olaraq 2000, 3000 və 5000 manat pul mükafatı əldə edəcəklər. Gərgin keçən oyunda nəticələr hər dəqiqə dəyişirdi. İştirakçılar ard-arda öz 20 cəhdlərindən istifadə edib oyunu tərk edirdilər. Bir qədər filmlərlə bağlı olan suallar məni çaşdırdı. Ümumilikdə isə 20 oyundan 9-unda qalib gəldim. 20 cəhdə 9 qələbə qazandım. Daha yaxşı ola bilərdi, amma həyəcandan biraz zəif nəticə göstərdim. Bəli, 90 dəqiqə bitdi və artıq oyunun qalibləri məlumdur. Beləliklə, birinci yerin qalibi Əşrəf Paşabəyli, ikinci yerin sahibi Amid Məmmədov, üçüncü yerin mükafatçısı isə Rafail Əliyevdir. Mən ümumiyyətlə bugün yarışa gəlmək istəmirdim, çünki qayıb problemi var idi. Amma həmin problemi nəzərə alıb gəldim və yaxşı ki də gəldim. Həqiqətən mən bu oyunda qalib olmağıma fəxr edirəm və bütün gənclərə bu oyunda gələcəkdə belə bir layihələr olarsa qalib olmasını arzu edirəm. Sentyabrında qalib oldum. Ondan sonra və superfinala gəldim, belə qalib oldum. Biz də MAQ kollektivi olaraq gənc dostlarımızı təbrik edir və gələcəkdə əsl müasir Azərbaycan gənci olaraq Azərbaycanı tanıyıb tanıtmaqda onlara uğurlar arzulayırıq. MAQ-ın surətini də izlədik və təbii ki, qonaqsız MAQ olmaz. Ali təqdim edəcəksiniz. Bəli, qonaqsız MAQ olmaz xəyalə. Qonaqlarımız isə Mən Azərbaycanlıyam milli bilik yarışmasının onlayn versiyasının qalibləri, layihənin koordinatoru, redaktoru və sözsüz ki, təbii ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Etibar müəllim. Buyursunlar. Xoş gəlmişsiniz studiyamıza. Doğrudan da MAQ-ın studiyasında ağıllı, intellektual gəncləri və onlara dəstək olan insanları görmək bir ayrı xoşdur. Xoş gəlmişsiniz yenidən və mən elə birbaşa layihə haqqında, Azərbaycanlıyam onlayn bilik yarışması haqqında sualı Etibar müəllimə ünvanlamaq istəyirəm. Siz layihənin ən böyük dəstəkçilərindənsiniz və belə bir sual, ümumiyyətlə layihənin məqsədi nədir? Layihənin məqsədi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, coğrafiyası ilə təbliğ etmək, gənclər arasında bunlarla bağlı məlumatları, bilikləri daha da artırmaqdır. Etibar müəllim,
Bilirik ki, bu yarışmada 7-dən 77-yə hər bir kəs iştirak elədi. Yəni, yaş məhdudiyyəti yox idi. Ümumi statistik məlumatları istəyərdik çatdırardınız gənclərimizə. Deməli, yarışmaya qoşulan iştirakçıların sayı, ümumi sayı 231 mindən çox oldu. Bunların 51% kişi istifadəçiləri idi, 49% qadın istifadəçilər olmuşdur. Deməli, oyun yarışma çərçivəsində, yarışma bilirsiniz, iyun ayının 1-dən başladı və noyabrın əsas mərhələsi 30 noyabra kimi davam etdi. Bu mərhələdə ümumi oyunların sayı 8 milyondan çox olmuşdur. 8 milyon. Çox gözəl. Doğrudan da bu böyük göstəricidir. Mən isə istəyərdim keçid alaq mükafatçılardan öncə yarışmanın koordinatoru Ali Heydər. Layihədə nə kimi işlərin olub, nələri təşkil etmirsən, bu haqda bizə məlumat ver. Bu yarışda əsasən biz qalibləri dəvət edirdik, 10 günlüyün qaliblərin. Yoxlayırdıq, onların nəticələrin nəzərdən keçirirdik. Saytda məlumatınız olduğu kimi hər 10 günlük üzrə 100 qalib müəyyən olunurdu. Onların ilk onluğuna netbook hədiyyə verilirdi. Digər 90 nəfərə isə danışıq kart hədiyyə verilirdi. Bundan əlavə ayın 3 qalibinə yüksək mükafatlar, iPhone, iPod hədiyyələri verilirdi. Bundan əlavə biz saytda suallara redaktə edirdik, suallarla baxırdıq. Suallar çox yüksək səviyyəli ekspertlər tərəfindən yoxlanılırdı və tərtib olunmuşdu. Bu suallarda əsasən Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və incəsənəti və ümumi mövzuda əsasən idman və digər Azərbaycan gənclərinin uğurları və sairə kimi məlumatlardan istifadə olunmuşdur. Əlində, bilirik ki, bazıda kifayət qədər neçə minlərlə sual var idi. Bu suallara nəzarət eləmək bir koordinator kimi necə çətin deyilsən? Əslində çox məsuliyyətli bir iş idi. Ona görə ki, yəni çox böyük bir layihə idi, həddən artıq böyük bir layihə idi, çətin idi. Amma ən azı biz bu layihənin öhdəsindən gələ bildik və məncə çox uğurlu və möhtəşəm alındı. Ali Heydər, sənə daha bir sualım var ki, nəyə görə səni seçdilər ümumiyyətlə bu layihədə məhz koordinator vəzifəsinə? Əslində mən özüm bu televiziya versiyasında qalibi olmuşam. Həm də fəal iştirakçılar. Bəli, 2010-cu ildə Respublika üzrə ikinci yerə çıxmışdım televiziya versiyasında. Çox gözəl. Mən isə istəyərdim keçək əsas məsələyə. Bəli, əsas məsələ mükafatçılardır. Birinci yerdən başlayaq. Hətta qonağımız bir dəfə də bizim qonağımız olmuşdu. Əgər diqqətlə izləmisinizsə, buyur, özünü təqdim et və uğurlarından danış. Təbrik edirik yeri gəlmişkən birinci yer münasibəti. Çox sağ olun. Əşrəf Paşabəyli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dərəcə Akademiyası Beynəlxalq Münasibətlər ixtisası üzrə ikinci kursda təhsil alıram hazırda. Yəni mən demək ki, ilk gündə artıq iyunun 1-də layihə haqqında məlumat aldım və layihəyə qoşuldum və elə ilk 10 günlükdə də qaliblər arasında seçildim, ilk 10-luğa düşdüm və bundan sonra dekabrın gəlməsini gözləyirdim superfinal üçün və superfinalda da uğurla çıxış eləyərək birinciyə qazandım. Və o böyük gün gəlib çatdı. Gəldi. Böyük mükafata. Çətin olmadı, mübarizə necə getdi ümumiyyətlə? Rəqiblər çox güclüydülər. Əlbəttə ki, yəni 180 nəfər iştirak edirdi və onların arasından müxtəlif intellektual oyunlardan və yaxud da akademiyadan, digər təhsil ocaqlarından tanıdıqlarım var idi və onların güclərinə bələd idim və bilirdim ki, heç asan olmayacaq qalib gəlmək. Amma həyəcanımı bir qədər covlaya bildim və tələsmədən çalışdım, tələsmədən oynayım. Yəni, əsas vaxtı üstün tutmurdum, əsas qələbəni üstün tuturdum. Yəni, ona görə də mənə gəlir ki, uğurlu olmalı. Qalib gəldi biləndə nə hisslər keçirdin? Yəni, o boyda 180 iştirakçı arasında birinci yer. Yəni, bu əslində böyük uğur idi. Yəni, 230 mindən çox insanın qoşulduğu bir layihədə birinci yerə layiq görülmək və Respublikada birinci olmaq. Sözsüz ki, yəni, həmin hissləri bölüşmək çətindir. Səni bir daha təbrik edirik. Neçə saat vaxt ayrılmışdı bir iştirakçı üçün? Saat yarım vaxt ayrılmışdı və 20 şans verilirdi. Əşrəf, sənə yenə suallarımız olacaq, amma məni həmişə onlayn müsabiqələrdə fərqi yoxdur. Hər hansı bir onlayn müsabiqədə maraqlandıran bir sual olub ki, ümumiyyətlə çox maraqlı Etibar müəllim. Onlayn müsabiqələrdə məsələn iştirakçı daxil olur, qeydiyyatdan keçir və suallar qarşısına çıxır, onu cavablandırmalıdır. Ola bilər ki, onun yanında məsələn hər hansı bir müəllim otursun, müəllim ona köməklik eləsin. Bəs onda bu sonra düzdür, hamını yığdınız, təklikdə onlar mübarizə apardılar. Amma onun yanında iştirakçı məsələn oturub ona müəllim kömək edə bilər. Belə bir hal baş verə bilərmi və yaxud da bilibmi? Bəli, biz bunu düşünmüşdük. Əli Heydər bayaq qeyd elədi. Hər 10 günlüyün qaliblərini, 10 nəfəri biz dəvət edirdik və onları sınaqdan keçirirdik ki, əmin olmaq üçün ki, həqiqətən bu adamlar özləri oynayıb, yoxsa bunların əvəzində digər adamlar oynayıb və yaxud bunlar köməkdən istifadə edirlər. Özünü doğrultmayanlar oldu? Olurdu, bəli. Onların şikayəti olurdu? Onların şikayəti olmurdu, onlar qəbul edirdilər ki, həqiqətən özləri oynamır. Bizdə burada əsas prinsip
o yarışmadır və yarışı şəffaf olmasıdır ki, qalibləri şəffaf biz müəyyən edək. Ədalət prinsipinə əsas tutulur. Çox gözəl. Elə növbəti iştirakçılarımızla tanış olaq. Məmmədov Amid, Lənkəran rayon Balıqçılar qəsəbə tam orta məktəbinin coğrafiya ixtisası üzrə fən müəllimi. Oyuna qədər, yəni müəyyən qədər hazırlığım var idi. Baxmayaraq ki, ixtisasım coğrafiyadır. Onunla yanaşı dil və ədəbiyyat və ümumi bilgilərim vardı sözünüzü. Yəni oyunda 3 kateqoriyadan istifadə etdim. Coğrafiya, dil və ədəbiyyat, bir də ümumi bölüm. Coğrafiya və dil ədəbiyyat çox rahat idi. Ümumi bölümdə isə köməklərdən istifadə edirdim. Əslində kino, aktyor, rejissorlarla bağlı suallar çətinlik çəkirdim. Ona görə də köməkləri çalışırdım ki, axıra saxlayayım və 20 şansdan 16 şansı keçdim və nəhayət ikinci oldum. 16 dəfə qalib gəldin və ikinci oldum. Çox gözəl. Mənim Etibar müəllimə yenidən belə bir sualım var ki, ümumiyyətlə yarışmada iştirak edənlərin 180 nəfərin içində əksəriyyət gənclər idi, yoxsa yaşlı nəsillər idi? Yox, yarışma iştirakçılarının ümumilikdə hardasa bir 40%, 50% hardasa bu gənclər idi, 16-30 yaş arasında. Hətta amma bir şey də qeyd edim, o yarışmada 2 nəfər iştirakçı 15 yaşlı iştirakçılarımız da var idi. Əsasən cavanlar idi. Tələbələr, müəllimlər hardasa 30 yaşına kimi idi, amma yaşlı iştirakçılarımız da var idi. Hətta uşaqlar, yaşlılar. Çox gözəl. Söhbətimiz çox maraqlı davam edir. Süjetə keçid almalıyıq hal-hazırda. Yenə də Azərbaycan Prezidentindən Gənclər Fondu, yenə Qrand müsabiqəsi və bu müsabiqənin qalibləri. Söhbətin nədən getdiyini isə süjetimizdə izləyəcəksiniz. Baxaq. Gəncə şəhərində gənclərin inkişafı istiqamətində daha bir tədbir reallaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü Qrand müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə Rəşad Mustafazadənin Gənc Dizaynerlər Məktəbi adlı layihəsi ilə Gənclər Fonduna müraciət edilib. Həmin layihə maliyyələşdirilib və onun açılış mərasimi keçirilib. Belə layihələrin keçirilməsi Azərbaycan gəncliyinin inkişafı üçün birbaşa yol vasitələrdir ki, Gənclər Fondu olaraq biz regionlarda olan gənclərin, regionlarda olan gənclər təşkilatının inkişafını öz müşavirəsi istiqamətlərdən biri kimi dəyərləndiririk və düşünürük ki, belə layihələrin tez keçirilməsi çox olması bu Azərbaycan gənclərinin inkişafına yönəlmişdir. Məqsədimiz Qərb regionunda dizaynerlıq sahəsini genişləndirməkdir. Bilirsiniz ki, Qərb regionunda dizaynerlıq o qədər də inkişaf etməyib. Bu Bakıda daha genişdir, çünki Bakıda imkanlar daha güclüdür və mənim məqsədim də odur ki, Qərb regionunda dizaynerlıq sahəsini inkişaf etdirmək. Bizdə layihə çərçivəsində 20 gənc regionlardan olan 20 gənc iştirak edəcəklər ki, bunlar da öz regionlarına qaydanda dizaynerlıq sahəsini davam elətdirəcək. Layihədə əsas məqsəd gənc dizaynerlərin onlar üçün yaradılan bu məktəbdə təqdim edilən imkanlardan, fürsətlərdən maksimum şəkildə istifadə etmələri və özlərini təkmilləşdirmələridir. Bu məktəbdə əsasən regionlardan olan gənclər iştirak edə biləcəklər. Səbəb isə paytaxtda gənclər üçün imkanların çox olduğu halda regionlarda bu imkanların bir qədər məhdud olmasıdır. Layihənin müxtəlif regionlarda da keçirilməsi planlaşdırılır. Gəncədən olan süjetimizdə izlədik. Doğrudan da oradakı gənclər də heç kimdən geri qalmırlar. Çox aktivdilər. Bizim əsl rəqibimizə çeviriliblər. Mən isə istəyərdim söhbətə davam elək. Elə iştirakçılardan biri, hansı ki 3-cü yerin mükafatçısı. Buyur, özünü təqdim et və təəssüratlarını bizimlə bölüş. Mən Əliyev Rafael, Göyçay rayonu Şahsultan kəndində olmuşam və 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Dövlət Dərəcəsi Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsində daxil olmuşam. Bakıya gəldikdən sonra sentyabr ayında bu oyun haqqında məlumat topladım və elə gələn kimi 20-sindən başladım bu oyuna və 10 günlüyə düşdüm, gəldim burada oynadım, qalib oldum. Ondan sonra super finalı gözlədim və super finalda da 180 nəfər arasında oynadım. Gözlənilməz oldu, yoxsa elə əmin idin ki, belə də olacaq? Super final oyununa qədər, artıq o zala girənə qədər gözləmirdim, ancaq o zala girəndən sonra artıq gördüm ki, eləyə bilərəm. Bacararsın. Etibar müəllim, ümumiyyətlə mükafatlar haqqında danışaq. Birinci, ikinci, üçüncü yerin sahiblərinə hansı mükafatlar verildi? Birinci, Əşrəf 5000 manat mükafat əldə etmişdir. Amid 3000 manat mükafata layiq görülüb.
və Rafael 2000 manat. O, çok güzel. Oradan da bizim bu yaxınlarda bir layihəmiz olmuşdu. Vətən sağ olsun, çağırarsa vətən. Oradakı iştirakçılar da eynən elə bu mükafatlarla bəli. Və onların boyuna biz, hamısının boyuna bir, necə deyək, o mükafatları bizimlə də bölürsünlər deyə bir şey qoymuşduq. Və sizdə də heç belə olmuyor. 5000 qazandın Əşrəf və dostların arasına düşəndə bizə də bir qonaqlıq verərsən artıq kimi sorğusal olmur. Olmamış olmaz yəqin ki, Əşrəf. Buyur, mikrofonunuza da. Yəni, həmin o təkliflərin hamısını dəyərləndirəsi olsam, gərək 5000 az nəyin ki hamısını xərcləyim, ondan da artıq qoyum. Yəni, zənglər gəlir, mesajlar gəlir, Facebookda hamı yazır ki, hə, eşitmişəm qalib olmuşsan. Bəs bu pulu sənmi də, hara xərcləmək fikrin var? Yəni, müəyyən bir təhsili və idman var? Yəni, açığı hələ tam dəqiq qərar verməmişəm, amma yəni, iki variant var. Yəni, ya təhsil üçün saxlayacağım, xaricə təhsil almaq üçün gələcəkdə, ya da ailəmə. Gələcəyinə yatırım etsən məncə ən gözəl. Çünki çox gəncsən və uğurlu gələcəyin üçün məncə çox gözəl bir təminatdır. Yenidən təşəkkür edirik Rabitə Nazirliyinə və mənə çox maraqlıdır 3000 manatın axırı nə olacaq? Buyur, Aymir. Xəyriyə çox maraqlıdır. Sən hal-hazırda da Lənkəranda müəllimlik edirsən, ha? Bəli, hal-hazırda da çalışıram orta məktəbdə. Sözüncə bu məbləğ barədə hələ ki qərarlarım yoxdur. Hər halda ailəmə sərf edərəm və dost-tanış da düzdür. Onların da müəyyən qədər payı olacaq. Payı olacaq, çox gözəl. Bütün dost-tanışları buradan sürpriz gözləyir, əvvəlcədən elan edək. Mənə 2000 də axırı maraqlı dəli, onu da alaq. Sözün düzü mən də elə bir qərar verməmişəm. Ancaq belə yaxşı olacaq. Yaxşı yerlərə xərcləmək. İnşallah. Etibar müəllim, bu layihə bildiyimiz kimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu da. Bu layihə və bitdi. Bundan sonrası gözlənilirmi? Demək, bununla bağlı bizə çox sayılı arzular, təkliflər daxil olur ki, bu layihəni hər hansı bir formatda davam etdirmək. Biz Rabitə və İnformasiya Texnologiya Nazirliyinə bu belə təkliflər daxil olur. Biz bunu dəyərləndirib, ola bilər növbəti ildə bu formatda və ya bu layihəni başqa bir formatda davam etdirməyi düşünürük. Bir də qeyd edim ki, artıq bu yaxınlarda layihənin superfinalı da bitdi. Biz Android və iOS proqramları üzərində bu mobil əlavələr, applicationlar hazırlamışıq oyunun və onu istənilən şəxs onları yükləyib öz smartfonlarında telefonları vasitəsilə oynaya biləcək. Düzdür, bu orada bir qələbə çaldıqda bir hədiyyat verilməyəcək, amma hər halda öz bilgilərini artıra biləcək. Bu, heç kim fikirləşməsin ki, mükafat elə sizin başınızda olanda doğrudan da bir çox bizim yaşca böyük məsləhət verənlərimiz olub. Həmişə deyiblər ki, gələcəyə yatırım elə sizin bildiklərinizdir doğrudan da. Mənim isə növbəti bir sırada keçidim var, amma ondan öncə demək istəyirəm ki, bir neçə il bundan öncə, hələ biz uşaq olarkən belə bir deyim var idi ki, uşaqlar var, şərait yoxdur. Amma neçə ildir ki, artıq biz bu sözün heç əsər əlamətini də görmürük. Çünki uşaqlar da var, şərait də var. Çünki biz gənclər nəsə edirik və bizim dəstəkçilərimiz var, böyüklərimiz var. Necə ki, Rabitə və İnformasiya Nazirliyi, eyni zamanda MAQ-ın da çox böyük dəstəkçilərindən olan Gənclər və İdman Nazirliyi. Həm təşəkkür edirik, həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının bu yaxınlarda elə həmin nazirlik tərəfindən Xəyalın illüstrasiyası rəsm müsabiqəsinin təltif etmə mərasimi keçirilib. Bunu da bizim müxbirlərimiz təbii ki, işıqlandırıb. Gəlin baxaq və sonra yenə söhbətə davam edəcəyik. Ötən həftə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında Xəyalımın illüstrasiyaları rəsm müsabiqəsinin təltif etmə mərasimi keçirildi. Mərasim Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Rəssamlar İşçi Qrupu və Kitab Adam Yemir klubunun təşkilatçılığı ilə həyata keçirildi. Layihə çərçivəsində 25-dən çox rəsm əsəri təşkilat komitəsinə təqdim olunub ki, onlardan 15-i də hal-hazırda sərgidə nümayiş olunur və 15 seçilən rəsm əsəri juri tərəfindən baxılmış və qiymətləndirilmişdir. İlk 3 yerin qalibləri isə Bakı Dövlət Universiteti, Texniki Universitet və eyni zamanda birinci yerin qalibi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir. Qaliblər müvafiq olaraq diplomlar və eyni zamanda xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Layihə ərzində müxtəlif təhsil müəssisələrinin tələbələri Hüseyn Cavidin İblis və Cəlil Məmmədquluzadənin Ölülər əsərlərinin sujetinə uyğun rəsmlər çəkmişdilər. Bunda da əsas məqsəd yaradıcı tələbələrin Azərbaycan ədəbiyyatına marağının artırılması və istedadlı gənclərin üzə çıxarılması idi. Sonda Rəssamlar İttifaqının ekspertlərinin qiymətləndirməsi sayəsində 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri məlum oldu.
Elə birinci yerin sahibi də öz sevincini Maqla bölüşdü. Bu müsabiqədə iştirak elədim və qalib oldum. Çox sevincliyəm, gözləməzdim doğrusu. Elə bu yaxınlarda sizin final mərasiminiz möhtəşəm şəkildə baş tutdu. Həmin o möhtəşəmlik, yəni super final hansı üslubda baş tutdu? Əli Heydar, sən danışmaq istəyirsən orada? Demək, super final üçün biz belə bir hazırlamışdıq ki, demək, hər iştirakçı 20 cəhd verilirdi və limitsiz sayda qələbə. Yəni ki, 20 cəhd oynayıb 20 dəfə də qalib gələ bilərdi. Bildiyiniz kimi, gündəlik oyunda 10 cəhd verildi, yalnız bir qələbə verilirdi. Amma super finalda 20 cəhd 20 qələbə idi. Və nəticələr də böyük ekranda orada hər 15 saniyədən bir, 20 saniyədən bir yenilənirdi. Yəni artıq oradakı superfinala gələn 180 nəfər oynayıb qalib gəldikdə neçənci yerdə olduğunu böyük ekranda görə bilirdilər. Bu özü çox bir həyəcan tələb edirdi. Çünki hər an oynayıb qurtarandan sonra baxırlar nəticələrə, rəqabət necə idi. Mən orada olduqca bizə etibar məmnun baxırdıq orada. Yəni iştirakda həyəcanı həddən artıq çox böyük idi. Yəni həmin o final oyunu çox möhtəşəm andı, mən deyərdim. Çünki Azərbaycanda internet məkanında hələ indiyə qədər belə bir yarış təşkil olunmayıb. Bir məlumatda qeyd etmək istərdim ki, bu yarışmaya nəinki Azərbaycandan, hətta xaricdən yaşayan Azərbaycanlılar da qoşulmuşdu. Sankt-Peterburqdan və İstanbuldan hətta qoşulanlar var idi. Bizim Facebook ünvanımıza yazmışlar. Onlar da bu yarışı dəstəkləyirdilər. Keçən oldu o xaricdən Azərbaycanlılardan? Qalib gələnlər var idi, amma ki, qaliblər hədiyyə alanlar sırasına düşənlər olmadı. Amma yenə də bu özü çox böyük bir şeydir ki, yəni xaricdə yaşayan Azərbaycanlılar da bunu dəstəkləyirlər. Və gənclərimiz doğrudan da özlərini kəşf etməyə başlayıblar. Bu bizi çox sevindirir. Mənim Əliyə bir sualım var ki, Əli, nəsə bir sujet yoxdur növbədə? Yox, sujet yoxdur. Qonaqlarımızla sağollaşacaq. Etibar müəllim, çox sağ olun gəldiyinizə görə. Sizə iştirakçılara bir daha təbrik edirik sizi. Gələcək dərslərinizdə, işlərinizdə uğurlar arzulayırıq. Etibar müəllim, sizə Rabitə Nazirliyi, Rabitə və İnformasiya Texnologiya Nazirliyi başda olmaqla bütün bu kollektivə təşəkkürünüzü bildiririk ki, belə böyük bir layihənin öhdəsindən gəldilər. Eyni zamanda biz gənclərə dəstək aldığınız üçün var olun, sağ olun, çox sağ olun. Sırada isə İrəli İctimai Birliyinin növbəti tədbiri keçirilib və bu tədbirdə də bizim maqımız Rəhman işıqlandırıb. Və sujet yox idi, Əli. Gəlin baxaq. İrəli İctimai Birliyinin Hüquq Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş İnsan Hüquqları haqqında Ümumi Deklarasiya 65 il adlı konfrans keçirildi. İrəli İctimai Birliyinin baş katibi Azər Abdullayevin moderatorluğu ilə keçən konfransda bir çox rəsmi nümayəndələr və aktiv gənclər iştirak edirdi. Konfransı açıq elan edən İrəli İctimai Birliyinin sədri Rauf Mərdi bildirdi ki, bugün artıq insan hüquqları anlayışı böyük məfhuma çevrilir. Təşkilatımız da bu sahədə çalışır ki, daim maariflənərək gəncləri də maarifləndirsin. Çıxış edən millət vəkili Rəbiyyət Aslanova qeyd etdi ki, bəşəriyyət 100 illərdir insan hüquqları ilə bağlı işlər görür və mübarizə aparır. Bu 65 ildə sənədin gücü hər şeyi həll edə bilmədi. Ölkəmizdə bu sənəd nəticəsində bir çox müsbət yönümlü qərarlar qəbul olundu. Elə ölüm hökmünün ləğvi buna əyani sübutdur. Tədbir olduqca maraqlı diskussiyalarla davam etdi. Sırada isə xaricdə təhsil alan və məzun olmuş gənclərin forumunun, qısaca olaraq ASAİF-in yeni tədbiri baş tutub və bu tədbirdə bizim də müxbir iştirak edib. Bəli, bu gənclər demək olar çoxlarına maraqlıdır. Azərbaycan gəncləri xaricdə bizi təmsil edirlər və Maq Rəhman bu anları qaçırtmayıb, sujet şəklində bizə təqdim edir. Gəlin izləyək. Rəssamlıq Akademiyasının akt zalında ASAİF-in xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin beynəlxalq forumu tələbələrlə görüş keçirdi. Mərasimdə ASAİF-in sədri Ramin Həkimov forumun yarandığı gündən indiyədək həm ölkə xaricində, həm ölkə daxilində həyata keçirdiyi iri miqyaslı tədbirlərdən, bu tədbirlərin isə xaricdə təhsil alan məzun və tələbələrimizə göstərdiyi mütərəqqi təsirlərindən söhbət açdı. Rəssamlıq Akademiyasında olan gənclər ən az məlumatlı olan gənclərdir. Buradakı tələbələrin məlumatı demək olar ki, yox səviyyəsindədir. Çünki bu insanların sahəsi tam fərqlidir, tam aktual bir sahə deyil, məşhur bir sahə deyil. Amma mən bunların, bu gənclərin əl işləri ilə tanış oldum. Həqiqətən çox fəxr olunası işləri var.
Ona görə də biz xüsusilə onlar üçün maraqlı ola bilər London, onlar üçün maraqlı ola bilər Milan, Florensiya, bu kimi şəhərlərdə, Avropa ölkələrində onların təhsili üçün bir töhfə verə bilərik. Daha sonra iştirakçılar xaricdə təhsil üzrə dövlət proqramı, nailiyyətlər, proqramın obyektivliyi və bu ilki nəticələr haqqında məlumatlandırıldı. Mən də şəxsən buradan çox şey öyrəndim. Xüsusən də 2011-ci ildə tədris ildə xarici təhsil almaq, pulsuz olmağını öyrəndim. Mən də istəyirdim xarici təhsil alım. Görüş, ASAID üzvlərinin öz şəxsi təcrübələrinə əsaslanaraq auditoriyanın suallarının cavablandırılması ilə davam etdi. İndi isə ənənəvi Mark xəbər rubrikasının vaxtı gəlib çatdı Maglar. Bu vaxtı dəyərləndirmək üçün mütləq bu xəbər rubrikasını izləmək lazımdır. Çünki özünüzü görəcəksiniz. Baxaq. Bu izdihamın səbəbi yenə də imza günüdür. Bu dəfəki sevimli yazıçımız isə tək Azərbaycanın deyil, dünyanın ən məşhur dedektiv yazarlarından biri Çingiz Abdullayevdir. İmza gününə yığışan oxucuları isə yalnız kitabları imzalatmaq üçün yox, həm yazıçını yaxından tanımaq, həm də müəllifi nə vaxtsa görsəm ona bu sualı verəcəm dedikləri sualları ünvanlamaq üçün şans əldə etmişdilər. Məşhur dedektiv ustası imza günü ilə bağlı təəssüratlarını da bizimlə bölüşdü. Görürsünüz nə qədər cavanlar gəlib. Əgər bunlar kitab oxuyucu elərsə, ona görə yazıcılar gəlib burada imza verməlidirlər ki, insanlar kitab oxusunlar. Bilirsiniz ki, bizdə az kitab oxunulur və şəxsən mənim üçün bu böyük faciədir. Ona görə yox ki, mənim kitablarım oxunurlar. Ümumiyyətcə kitab az oxunulur və mən sevinirəm hər dəfə gələndə ki, insanlar durublar, kitab oxumaq istəyirlər. Əgər bu kitabları alıblarsa, imza istəyirlər, heç olmasa açıb baxıcı elə orada nə maraqlı var və onu oxuyucu elə. İmza günündə hər yaşda oxucular iştirak edirdi. Sevindirici hadisə o idi ki, burada toplaşanların əksəriyyəti gənclər idi. Bu da həm yazıçımızı, həm də müasir Azərbaycan gənci olaraq bizi sevindirən faktlardan idi. Çünki gənc yaşda oxunan hər bir kitab, əldə edilən bilik elə gələcəyə investisiyadır. Çingiz Abdullayev də oxumaq, yenə də oxumaq deyərək gənclərə özünə məxsus müraciət etdi. Kitab oxusunlar. Kitab və kitab. Valla bu çoxla bizim iqtisadiyyatımız, siyasətimiz, ordumuz, hər şey bundan asılıdır. Əsası budur. İmza mərasimi bitdikdən sonra yazıcı kitab mağazasındakı yeni kitablarla tanış oldum. Amma pərəstişkarları yenə də onu tək buraxmadı. Beləliklə də oxuyucuların istəyi ilə imza mərasimi davam etdi. Ali, bayrama hazırlaşırsan? Yox, hələ düzünü desəm heç buna vaxtım da yoxdur. Yəni xüsusi hazırlıq görmürəm. Dərslər, magistratura hazırlığı, iş, magin çəkilişləri. Ona görə bu ab-havanı hələ hiss eləmirəm nəsə. Magınsa efir vaxtı yekunlaşır artıq. Bəli, bugünlük efir vaxtımız yekunlaşır. Xüsusi onu qeyd eləmək istəyirdim ki, yeni ildə yeni layihələrinizlə bizə müraciət edin ki, biz də sizi burada işıqlandıra bilək. Bəli, hər şey yenilənir, yeni ildə hər şey dəyişir, yeniliyə doğru qaçırıq, amma bir şey dəyişmir. O da bizim studiyamız, bizim ünvanımız və Facebook ünvanımız. Maktivə azdan bizə çox asanlıqla əlaqə saxlaya bilərsiniz. Odur ki, aktiv olun. Bugünlüksə bu qədər gənclər. Hələlik.